İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Xocalıya daha 29 ailə qayıdıb. 6 ailə Badara, 9-u Ballıca, 14-ü isə Şuşa kəndə. Xocalı 33 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Xocalının da vətən həsrəti, yurd ağrısı sona yetib. Qarşıda bu cür sevincli günlərimiz çox olacaq. Bugün isə bu sevinci yaşayan 29 ailə, 107 sakindir. Tam 3-10 illikdən artıq bir müddətdə məcburi köçkün həyata sürdülər. Bugün isə doğma yurda qovuşmağın sevincini yaşayırlar. Uzun illərdən sonra doğma ocaqlarına dönən Xocalılar deyirlər ki, bugün onların yaddaşından heç vaxt silinməyəcək. Onlar doğma torpaqlarına əbədi yaşamaq üçün qayıdıblar. Bugünə daha çox şükürlər olsun ki, biz doğma yurdumuza qayıtdıq. Mən bu doğma yurda qayıtmışam. İndi istəyirəm ki, sahibkarlıqla məşğul olam. İndi ya heyvandarlıqla, ya məişən obyektlərlə, hansısan birindən Allah qoysa, fikrim var ki, onlarla məşğul olam. Bugünkü günümüzə şükür. Bundan gözəl hiss ola bilməz. Öz yurdumuza qayıdırıq. Sakinlərə fərdi yaşayış evləri tam təmirli, müasir standartlara və bütün yaşayış standartlarına uyğun şəkildə təhvil verilir. Bugün öz doğma yurdumuza qayıtmışıq. Çox şadıq. Dövlətimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, ordumuza can sağlığı, xalqımız var olsun. Xocalıda bərpa və yenidən qurma işləri sürətlə aparılır. Rayon ev-ev, məhəllə-məhəllə böyüyür. Əzəli yurdlarına qayıdan ailələr artıq müasir evlərlə təmin olunurlar. Onlar öz qayıdışları ilə yurda yeni nəfəs gətirirlər. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İsfəndiyarov, Elnur Orucov, ASTV Xəbər.